Deyirlər ki, kilolu halda ağırlıq məşqləri etmək piyləri bərkidir. Belə bir izah etmə texnikam var. Piy almadır, əzələ armuddur. Almanın armuda çevrilməyi mümkün deyil. Bəzən deyirlər ki, mən kiloluyam, mən əgər ağırlıq məşqləsi etsəm, həmin piylərim əzələyə çevriləcək və bərk olacaq və mənim kilo verməyim də, yığılmağım da, incəlməyim də müşkül məsələyə çevriləcək. Piy və əzələ bizim bədənimizdə birinin digərinə çevrilməyi mümkün deyil. Necə ki, sizin ürəyiniz qaraciyər ola bilməz. Bəzən belə suallar da gəlir. Mənim qollarım iridir. Mən qol üçün hərəkətlər etsəm, qollarım daha da iriləşəcək. Və yaxud da mənim yan hissələrim, ayaqlarım böyükdür. Mən squat etsəm, onlar daha da böyüyəcək. Məsələ ondadır ki, siz squat edərək həmin hissələrinizi daha da böyütmüş olmayacaqsınız. Çünki sizin həmin nahiyənizdə böyüklük göstərən piy kütlənizdir və həmin kütlənin kiçilməyə ehtiyacı var. Əgər problemli bölgələrinizin kiçilməsini istəyirsinizsə, burada təkcə idmanın rolu yoxdur. Qidalanmağımızda müəyyən bir defitsit yaradacağıq və idmanımızı düzgün, stratejik quracağıq. Bu halda biz bütün məqsədlərimizə çatacağıq. İdmandan qorxmayın. Sevgilər.